Gözümün qabağında nələrsə görürdüm. Evin energetikasına inanırsınız? Hər hansı bir evin sizin həyatınıza olan təsirini deyirəm. Demək, biz evlənəli bir neçə ev dəyişmişik və ikinci qaldığımız evdə çox qəribə və paranormal hadisələr baş verirdi, hansına ki biz də ad verə bilmirdik. Ev sahibləri hər ikisi kombustioloq idi, yəni ajoqlara baxan həkimlər idi. Nəysə, evi tutduq. O evə keçdiyimiz ilk gündən qəribə hadisələr yaşanmağa başladı. Mən uşaqlıqdan dua oxuyan birisiyəm və demək olar ki, bütün duaları əzbərdən bilirəm və hər axşam və ya səhər duaları oxuyuram. Yenə həmin gün axşam duaları oxumağa çalışırdım və heç bir dua yadıma düşmür. İlk sözü belə yadıma düşmür. Elə bil ömrümdə dua oxumamışam. Dedim ki, okey, bəlkə nəsə yorğunam, yadımdan çıxıb. Girdim Google-da axtarmağa, duanın adını yazdım. Dua çıxmır. Yazıram çıxmır, axtarıram çıxmır. Yəni çox qəribə idi. Amma duanı tapıb axır ki oxudum. Amma bununla bitmədi. Ora köçənlər hər gecə məni qaralar basırdı. Çox qəribə şeylər görürdüm. Yəni hər gecə qışqırıqlarla, qorxularla oyanırdım. Çox qəribə idi. Həyatımda ilk dəfə idi ki, belə bir şey yaşayırdım. Mən gözlərimi açırdım və gözümün qabağında nələrsə görürdüm. Hər dəfə fərqli şeylər idi. Və qışqırıb yoldaşımı çağırırdım. O gələndə artıq oyanırdım və heç nə qarşımda olmurdu. Və beləcə biz oradan çıxana kimi bunlar davam edirdi. Ən maraqlısı o idi ki, orada yaşadığımız müddətcə işlərimiz elə pis gedirdi ki, həm mənəvi, həm maddi, yəni çox pis vəziyyətdə idi. Türklər demiş, iki yakamız bir araya gəlmirdi. Və ən qorxuducu odur ki, o ev haqqında hər dəfə danışanda həmin gün nəsə baş verir, negativli. İnşallah ki, bugün heç nə olmaz, çünki yol çıxacaq. Bir də elə bilərsiniz ki, özümüzü qorxutmuşuq, amma yox. Yəni o evdən çıxandan sonra biz bunların fərqinə vardıq ki, yəni biz nə yaşayırdıq? Onlar nə idi? Elə qəribə idi ki, yəni çölə çıxırdıq, evə qayıtmaq istəmirdik. Adam postoyanla yorğun olurdu, nəsə heç nə eləmək istəmirdi. Belə qaramatlıq auraydı da evdə. O evdən yeni evə köçən kimi həmin gün qarabasmalarım bitdi. Özümüzü daha yaxşı hiss edirik. Düzdür, işlərimiz hələ də düzənləyib, amma yenə də mənəvi olaraq daha yaxşı hiss edirik və gecələr qorxmuram. Sizin başınıza belə şeylər gəlibmi və belə şeylərə inanırsınızmı? Rəylərdə yazın. Məni izləməyi də unutmayın. Bye bye.